Salamlar gənclər, bu günləri sizinlə artıq növbəti mövzumuz olan proqram təminatı mövzusuna baxmış olacağıq. Proqram təminatı mövzusunun adını eşitmişikmi? Bəli, eşitmişik. İnformatikanın ilk mövzusunu, əsas anlayışlar mövzusunu qeyd edəndə demişdik ki, informatika 3 bölmədən ibarət idi. Hansılar idi? Hardware, brainware və software. Hardware-da nəyi öyrəndik? Qurğuları, aparat hissəsini, brainware-da alqoritmik təminatı, software hissəsində isə proqramları öyrənmiş oluruq. Həmin bu proqram təminatı ilə bizdə software adlanmış olur. Başqa cür proqram təminatının özü nədir? Kompüterlə quraşdırılmış bütün proqramların toplusu bizdə proqram təminatı adlanmış olacaqdır. Ümumiyyətlə, proqram təminatını qeyd edirəm. Proqram təminatının özü də 3 yerə bölünəcək. Proqram təminatı hansı hissələrə bölünür? Sistem proqram təminatı, tətbiqi proqram təminatı, bir də instrumental proqram təminatı. Deməli, belə çətinə getməyək, kompüterdə ümumiyyətlə bizim istifadə etdiyimiz proqramlar, hansı proqramlarımız var? Məsəl üçün, əməliyyat sistemini yüklədim. Əməliyyat sistemi sistem üçün yüklüyürük də. Həmin bu əməliyyat sistemi və yaxud da kompüterdə silə bilməyəcəyimiz, məsəl üçün, proqramlar olur. Onlar hamısı bizdə sistem proqram təminatına aid edilir. Tətbiqi proqram təminatı, tətbiq etdiyimiz, istifadəçinin işini asanlaşdıran proqramlar, tətbiqi proqram təminatıdır. İnstrumental isə yeni proqram yaratmaq üçün istifadə edilir. İndi elmi dildə desək bunların tərifini, sistem proqram təminatı kompüterlərin işlərini idarə edir. Kompüterlə istifadəçi arasında əlaqə yaradır. Yəni, kompüteri zərərli proqramlardan qorumuş olur ki, kompüterləri zərərli proqramlardan qorumaq üçün hansı proqramlardan istifadə edirik? Antivirus proqramlarından. Həmin onlar da burada sistem proqram təminatının paketinə daxil ediləcək. Tətbiqi proqram paketi dedik ki, istifadəçinin işini asanlaşdırmaq üçün istifadə edilir. Yəni, insanların işini asanlaşdırır. Misal üçün, Word proqram. İnstrumental proqram təminatı isə artıq həm bu sistem proqram təminatının, həm də tətbiq proqram təminatının yaranmasında iştirak edir. Yəni, hər ikisinin birləşməsindən instrumental proqram təminatı yaranmış olacaq. Deməli, gəlirik sistem proqram təminatı haqqında danışmağa. Çünki hər bir bölmə haqqında danışmış olacaq. Birinci gəlirik sistem proqram təminatı. Sistem proqram təminatı haqqında nə dedim? Kompüterlərin işlərini idarə edir, qurğular ilə kompüterlər arasında əlaqə yaratmış olurdu. Deməli, sistem proqram təminatı özü 2 yerə bölünəcək. Baza proqramları, servis proqramları. Ümumiyyətlə, nə dedik? Qurğular ilə kompüterlər arasında əlaqə yaratmış olurdu. Fikir verib baza proqramlarına, bir də servis proqramlardır. Baza nədir? Kompüterin bazasında nə var? Kompüterin işləməsi üçün əməliyyat sistemi var da. Deməli, baza proqramlarına bunu yadda saxlamaq asandır. Bir dənə əməliyyat sistemini yadınızda saxlayanda əməliyyat sistemi, şəbəkə əməliyyat sistemi, bir də əməliyyat örtükləridir. Əməliyyat örtüklərini deyəcək indi nəyə görə yaranırdı. Servis proqramlarına isə artıq bizdə antiviruslar, utilitlər, driverlər və diagnostik proqramlar aid ediləcək. Yəni, servis xidmət məqsədi ilə istifadə edilən proqram olacaq. Deməli, baza proqramlarına fikir veririksə, birinci qeyd etdim ki, əməliyyat sistemləri. Fikir veririk, əməliyyat sistemləri nədir? Sistem proqram təminatının özü də daxil olmaqla kompüterlərin işlərini idarə edir, istifadəçi ilə qurğu arasında əlaqə interfeysi yaratmış olur. Bütün bu hamısını əməliyyat sistemi həyata keçirir. Yəni, kompüterin işləməsini təmin etmiş olur. Qısası belə qeyd edə bilərik. Hansı əməliyyat sistemlərini tanıyırıq? Bir çox əməliyyat sistemlərimiz var. Burada qeyd etməmişəm böyük ehtimal. Bəli, onun özüm qeyd etməliyim hal-hazırda. Deməli, hansı əməliyyat sistemlərini tanıyırıq biz? Bizim deməli bildiyimiz, hal-hazırda ilə mənim işlətdiyim Windows 11 əməliyyat sistemi var. Əlavə olaraq Windows 10 əməliyyat sistemi var idi. Sonra Unix-dir, Linux-dur, Ubuntu-dur. Bu arada bunların adlarını bilməliyik. Çünki soruşur ki, hansı baza proqram təminatına aiddir, hansı tətbiqi proqram təminatına aiddir. Məsəl üçün, sistem proqram təminatına aid olanları variantdan çıxırıq. Əməliyyat sisteminin çoxumuz bilirik. Əməliyyat sistemi mövzusunda da keçəcəyik. Deməli, MS-DOS əməliyyat sistemi var. Əmr interfeysinə malik idi. Daha sonra Unix-dir, Linux-dur, Ubuntu-dur, OS2-dir, Solaris-dur, QNX-dir, Android bildiyimiz, həmçinin iOS əməliyyat sistemlərini qeyd etmiş oluruq. Daha sonra əməliyyat örtükləri gəlir. Bəs bu əməliyyat örtükləri nədir? Deməli, əməliyyat örtükləri əməliyyat sisteminin üzərində yaranır. Niyə görə? Bəs bu əməliyyat örtüklərindən niyə görə istifadə edirik? Mən qeyd etdim ki, MS-DOS əməliyyat sistemi var idi. MS-DOS bu şəkildə yazılır. Deməli, MS-DOS əməliyyat sistemi əmr interfeysi ilə işləyir. Məsəl üçün, mən tutaq ki, hər hansısa bir fayla sənədə daxil olacağam. Rahat şəkildə daxil ola bilmirəm. Mən bunu, məsəl üçün, Windowsda rahat şəkildə edirəm. Gəldim, File Explorer'a daxil oldum. İstədiyim proqramı, istədiyim sənədi rahat şəkildə aça bilirəm. Amma bu MS-DOS-da elə deyil. MS-DOS-da, məsəl üçün, hər hansısa bir fayla daxil olmaq üçün müəyyən bir komanda. Məsəl üçün, tutaq ki, SLD düymələrini vuranda hər hansısa bir fayla keçirəm, tutaq ki, deyirəm. Yəni, bu formada müəyyən bir komanda verməliyim. Ona görə də MS-DOS əməliyyat sistemi ilə işləmək istifadəçilər üçün rahat olmurdu. Əməliyyat sistemləri üzərində əməliyyat örtüklərini yaradırlar. Hansı əməliyyat örtükləri var? Ən məşhur əməliyyat örtüyümüz Norton Commander'dır.
DOS navigatordur, PC shelldir. Ən çox məsəl üçün Norton Commanderlə DOS navigatordan suallarda görürük. PC shelldir. X-Triply Gold deməli əməliyyat örtüklərini qeyd etmək olar. Sonra şəbəkə əməliyyat sistemləri gəlir. Şəbəkə əməliyyatlar sistemi isə artıq verilənlərin şəbəkədə emalıdır, ötürülməsidir, saxlanılmasını təmin etmiş olur. Burada da şəbəkə əməliyyat sistemlərinə Unix, Linux, MacOS, LAN, Solaris artıq şəbəkələri keçəndə məsəl üçün eşitmişik. LAN-dır, Novel-dir, Netware-dir. Bu kimi şəbəkə əməliyyat sistemlərini qeyd etmək olar. Deməli, servis proqramlarına baxıram. Servis proqramları nə üçün istifadə edilir? Servis proqramları adından da göründüyü kimi servis, xidmət edirlər. Bu formada yadda saxlamaq olur. Deməli, servislər nə edəcək? Xidmət etmiş olacaqdır. İstifadəçiyə kompüter işləyərkən, deməli, əlavə xidmətlər təklif etmiş olur. Servis proqramlarının mahiyyəti budur. Servis proqramlarının bəs soruşa bilər ki, nədir əsas imkanları, nədir? Yəni, istifadəçiyə nə kimi plusları olur? Yəni, müsbətləri nədir? İstifadəçi interfeysini təkmilləşdirir. Məsəl üçün, soruşa bilər. Qısası belə deyim, kompüterdə servislər, fayllar üzərində işlədiyimiz müsbət əməllər neyiniyəcək? Mühafizə edəcək, viruslardan qoruyacaq. Deməli, fayl və qovluqlar üçün yer açmış olacaq. Daha sonra nə dedik? İnterfeysini təkmilləşdirəcək ki, istifadəçi daha rahat şəkildə işləsin. Bir də informasiyaları arxivləşdirir ki, daha artıq yer açılmış olsun. Servis proqramlarının mahiyyəti bu idi. İndi servis proqramlarına nələr aiddir? Diaqnostik proqramlar, antiviruslar, utilitlər və driverlər. Diaqnostik, belə deyim, diaqnostik adından da göründüyü kimi, bunlar əsasən kompüterin düzgün işləməsinə, yoxlama vəzifəsinə həyata keçirilmiş olur. Yəni, testləşmə, yoxlama proseslərini diaqnostik qiymətləndirmə, məsəl üçün, məktəbdə eşitmişik adını, diaqnostikdə yoxlama, testləmə həyata keçirilmiş olur. Daha sonra gəlir antiviruslar. Antivirusun adını hardan eşitmişik? Deməli, biz viruslar, kompüter virusa yoluxa bilər, viruslar çoxalır, viruslarla mübarizə aparmaq çətin olur. Həmin bu viruslar ilə mübarizə aparmaq üçün antiviruslardan istifadə edilə bilər. Yəni, kompüter virusları bir qayda olaraq kompüterə zərər yetirir. Hər hansısa bir fayla daxil olanda, oyun yükləyəndə ola bilər, bizə hər hansısa bir link göndərə bilərlər. O zaman da bizdə, deməli, virusa yoluxma halları ola bilər. Deməli, həmin viruslar ilə mübarizə aparmaq üçün antiviruslardan istifadə edilir. Utilit və driverlərə toxunacağıq. Gəlin, baxaq. Birinci dedik ki, kompüter virusları yarandı. Kompüter viruslarını əlamətlərinə görə bölürlər. Fikir veririk, yaşayış mühitinə görə, bu arada soruşur, yaşayış mühitinə görə virusları hansı hissələrə bölünür və yaxud da yoluxdurma üsullarına görə. Ən rahatı, məsəl üçün, necə yadda saxlayırsınız? Deməli, kompüter virusları bölünür, 4 yerə bölünəcək. Yaşayış mühitinə görə, yoluxdurma üsullarına görə, destruktiv imkanlarına görə, bir də alqoritmik xüsusiyyətlərinə görə bölünür. Yaşayış mühiti rahatdır. Fikir veririk, faylda yoluxa bilər, yükləyəndə yoluxa bilər, fayl yüklənmə eyni şeydir, bir də şəbəkədir. Deməli, dedik ki, məsəl üçün, burada fayl, məsəl üçün, hansı COM-exe genişlənməsinə malik olan faylların yüklənməsi zamanı burada müəyyən bir faylların virusa yoluxma halı ola bilər ki, bu faylların yüklənməsidir. Yüklənmə prosesləri isə qeyd etdiyimiz kimi, bu, məsəl üçün, disklərin yükləyici sektorlarında ola bilər. Fayl yüklənmələri də qeyd etdik ki, həm fayllara, həm də disklərin yükləyici sektorlarına yoluxmuş olacaq. Şəbəkədəki bildiyimiz kimi məşhur yayılan kompüterlərin şəbəkələr üzrə, kompüterlərə virusların şəbəkələr üzrə yayılmasına aid etmək olar. Daha sonra baxıram, yoluxdurma üsullarına görə rezident və qeyri-rezident dedik. Deməli, rezident viruslar nədir? Rezident viruslar elədir ki, yəni belə deyim, özünün rezident hissəsini, müəyyən bir hissəsini əməli yaddaşda saxlayır. Gözləyir ki, kompüter həmin bu əməli yaddaşa müraciət etsin. Əməli yaddaşa müraciət etdiyi zaman, həmin o, belə deyim də, əməli yaddaşda həmin o qalan o rezident hissə var. Gözləyir ki, istifadəçi və yaxud da kompüter həmin o rezident hissəyə müraciət etsin. Həmin o rezident hissəyə müraciət etdiyi zaman artıq vay aman, deməli, kompüter rezident hissədə virusa yoluxma halı baş vermiş olur. Qeyri-rezident hissədə isə müəyyən vaxt ərzində aktiv olurlar. Daha gedib rezident kimi gözləmirlər ki, durub gözləmirlər ki, ovçu şikarını gözləyən kimi, rezident kimi gözləmir. Yəni, qeyri-rezidentlər müəyyən vaxt ərzində aktiv olur, kompüterin əməli yaddaşında virusa yoluxma halı baş vermir, rezident viruslarda olduğu kimi. Destruktiv imkanlarına görə əslində rahatdır, ziyansız, təhlükəsiz, təhlükəli və çox təhlükəli. Ziyansız adından da göründüyü kimi kompüterin işinə təsir etməyəcək, heç bir şey baş verməyəcək. Yalnız təbii ki, diskin yaddaşında müəyyən yer tutmuş olacaq. Ziyan vermir, sadəcə yaddaşı doldurmuş olur. Təhlükəsiz, hara getdik biz? Deməli, təhlükəsizlər nə olacaq? Yenə viruslarda boş yaddaş sahəsini yenə azaltmış olacaq, diskin sahəsində olur.
Bu arada bəzi məsəl üçün əməliyyatlara təsiri məhdudlaşdırmış olur. Daha sonra təhlükəli viruslar isə artıq ciddi xətalara səbəb olmuş olur. Çox təhlükəli viruslar isə hətta burada proqramların silinməsinə gətirib çıxardır. Yəni özü üçün yer açır, daha demir ki, bu sənin üçün lazımlı proqramdır. Çox təhlükəlidir ona görə. Deməli, ziyansız yerdir. Daha doğrusu ziyansız haqqında qeyd etdim ki, deməli, kompüterin müəyyən diskində, boş yerdə məsəl üçün, diskində müəyyən bir artıq yer tutmuş olur. Təhlükəsiz müəyyən təhlükələrə səbəb ola bilir. Təhlükəsiz olmasına baxmayaraq, təhlükəli ciddi təhlükələrə səbəb olur. Çox təhlükəli isə artıq hətta proqramları belə silmiş olur. Alqoritmik xüsusiyyətlərinə görə baxıram, kompanyon, soxulcan, parazit. Yəni bir növ alqoritmik fikir verirsinizsə, parazitlərlə bağlıdır. Soxulcan, parazit, kompanyon məsəl üçün göbələk adı var. Sonra tələbəni də bura qatıblar. Stres və polimorf deyə alqoritmik xüsusiyyətləri bura aid edirlər. Burada artıq məsəl üçün parazitlər diskin sektorlarını zədələmiş olur və yaxud da məsəl üçün soxulcanı qeyd edim. Soxulcan yayılır. Soxulcan virusları kompüterlərdə məsəl üçün yayılır. Kompanyon virusları isə müəyyən məsəl üçün sektorlarda zədələnmir. Yəni sadəcə virusdur da yoluxur. Yəni hər hansısa bir zədələyici proses görmür. Tələbələr burada da yenə səhvini etmiş olur. Tələbələr ən primitiv səhvlər edir. Hətta ən primitiv səhvlər edən viruslar olur ki, özünü bildirir ki, mən burada varam. Amma istəsə görünməz olur. Bu kimi virusları burada qeyd etmək olar. Həmin bu viruslar ilə dedik ki, mübarizə aparmaq üçün sistem proqram təminatına aid olan, bayaqdan qeyd edirik, antivirus proqramları var idi. Yəni verilənləri həmin bu məhv etməkdən qorumaq, həmin bu düşmüş vəziyyətdən qorumaq üçün dedik ki, həmin bu virusları tapıb silmək üçün antivirus proqramlarından istifadə edilir. Biz burada antivirus proqramlarının köməyi ilə fikir veririk, antivirus proqramlarıdır. Biz həmin bu antivirus proqramlarının köməyi ilə kompüterləri viruslardan təmizləmiş oluruq. Birinci gəlir filtr proqramlar və yaxud da buna keşikçilər də deyilir. Keşikçilər. Bu formada qeyd edirəm. Filtr proqramlar, bəli, keşikçilər qeyd etdik. Bunlar deməli təhlükəli əməliyyatları keşikçi neynir? Nəzarət edir. Deməli, filtr proqramları filtrləyir. Rezident proqramlar olmaqla dedik ki, təhlükəli olan əməliyyatları nəzarət edir. Bu proqramların əsas üstünlüyü ondan ibarətdir ki, daimi olaraq elə bil ki, proqramları izləyir. Təhlükəli əməliyyatları izləyir. Hər hansısa bir virusa tapılma halı olanda daha az olur da, yəni daimi olaraq izlədiyinə görə. Bura misal olaraq, yəni filtr proqramı düşsə, bizdən sorusa nədir? Daimi olaraq nəzarətdə olur, kompüterlərin virusa yoluxma halı daha az olur. Yəni keşikçidir. Antiviral Toolkit Pro Monitor. Bura aid edilir. Filtrləmək. Bunu necə yadda saxlaya bilərsiniz? Antiviral Toolkit Pro monitoru da Monitor filtr proqramına aid edilir. Antiviral Toolkit Pro Monitor filtr proqramına aid ediləcək. Daha sonra baxıram, burada gəlir nələr? Proqram həkimlər. Proqram həkimlər və yaxud da bizdə faqlar da gedir. Proqram həkim və yaxud da faqlar adlandırmaq olar bunları. Deməli, proqram həkimlər antivirus proqramlarını aşkar edir və onları zərərsizləşdirir. Deməli, həkimlər neynir? Virusları aşkar edib zərərsizləşdirir. Həkimlərin işi bundan ibarət olacaq. Antivirus proqramlarından da ki, söhbət həkim getdiyinə görə, həkimdən getdiyinə görə doktorla bağlı olacaq. Doktor Web, Doktor Solman, daha sonra var idi burada bildiyimiz məşhur, deməli, Doktor Webdir, Doktor Solmandır. Antivirus proqramı olduğuna görə Norton antivirus, sonra ən məşhur qəbula dəfələrlə düşən, deməli, hansılardır? Avira, Avastı, Adimfdir. Bunlar qəbula dəfələrlə düşüb. Deməli, bu proqramlardan, həkim proqramlardan hansıları doktorlar olsa bilərsiniz. Həkimdirsə doktordur. Bu cəbdədir, yəni belə deyim. Başqa burada hansılar var idi bilmədiyimiz. Burada məsəl üçün Antivirus Toolkit Pro Monitor dedim də. Burada Scannerdir. Antivirus Toolkit Pro Scanner olacaq həkimlərdən. Həkim elə bil ki, MRT eləyir də, Scanner. Belə yadda saxlayın. Antivirus Toolkit Pro Scannerdir. Daha sonra A ilə başlayanlardır. Antivirus proqramıdırsa, deməli, bura Avira. Daha sonra nə dedim? Avast. Bu arada burada Panda var. Panda da var. Bunu da yaddan çıxartmırıq. Avira, Avastı, Adinf. Bunlar çox düşür. Yəni, bu adlar çox düşür. Avira, Avast, Adinf. Bir də nə dedim? Panda, bir də Node 32 var. Panda, bir də Node 32. Bunlara məncə SS yox, gərək özünüz qeyd edəsiniz. Buradan heç nə oxumaq olmur. Bunu ya da mən qalınlaşdırım. Burada qələmin bircə dəqiqə görüm, qələmin başına nə gətirə bilirik. Bəlkə highlighterla çəkək. Yox, bununla da ki, qəribə bir şey olacaq.
Deməli, buradan elə gəlib bununla çəkmək ən sərf eləyir. Bir dənə buradan. Deməli, həkim haqqında dedim ki, doktorla olanlar idi. Daha sonra həkim MRT edirdi, Skyner idi, Antivirus Toolkit Pro Skyner idi. Sonra dedik Panda'dır, Panda, Nodotski, Avira, Avaz, Adinf. Bunları yaddan çıxarmırıq. Avira, Avaz, Adinf. Bunları çıxartmırıq yadımızdan. Sonra gəlir müfəttiş proqramları. Müfəttiş proqramlarına baxırıq, hansılar aid edilir. Müfəttiş proqramlar əslində burada detektorlar da var. Mən burada detektorları niyə qeyd etməmişəm? Detektorlar da var burada. Deməli, filtr proqramlarıdır, proqram həkimlərdir. Bəli, bunları qeyd etdik. Detektorlar var, detektorlar da var. Mən burada qeyd etməmişəm. Detektorlar. Detektor proqramları da var. Deməli, filtr dedik, keşikçilər idi. Yoluxma halı daha az olurdu. Burada monitor olan idi. Proqram həkimi qeyd etdik. Müfəttişlər haqqında danışaq. Müfəttişlər nədir? Elə bil ki, proqramlar olsun, kataloqlar olsun, indi nəyi nəzərdə tuturuq? Fayllar olsun. Onların hal-hazırki vəziyyətlərini, ilkin vəziyyətlərini yadda saxlayır. Yəni, elə bil ki, save eləyir. Daha sonra hal-hazırki vəziyyətlə, ilkin vəziyyətlə hal-hazırki cari vəziyyəti müqayisə edir. Əgər dəyişiklik varsa, deyir ki, okey. Burada deməli virusa yoluxma halı var. Bu müfəttişdir. Müfəttiş elə bil ki, yoxlamağa gəlir. Bu filtr dedik, bunu keşikçi ilə səhv salmırıq. Necə? Keşikçi daimi olaraq keşikdətdə, filtr proqramları nə dedik? Daimi olaraq nəzarət edir. Ona görə virusa yoluxma halı daha az olur. Amma müfəttiş yoxlamağa gəlir. Bu da neyinir? İlkin vəziyyəti yaddaşda saxlayır, hal-hazırki vəziyyətlə müqayisə edir. Deməli, gəldi bir dəfə ilkin vəziyyəti gördü. Sonra müfəttiş yenə yoxlamağa gəlir. Görür ki, indiki vəziyyətdən əvvəlki vəziyyət uyğun deyil. Deyir ki, artıq burada virusa yoluxma halı var. Bu oldu bizdə müfəttişlər. Müfəttişdə də ki, Adinfdir. Adinf proqramına bura aid edilir. Bu arada Adinf proqramı proqram həkimlərə də aid edir. Bura Adinf proqramları aid edilir. Bir də immunizatorlar, vaksinlər var idi ki, bir çox virusları vaksinləşdirmə yolu ilə. Deməli, həkimlər nə edirdi? Virusları tapıb, həkim zərərsizləşdirirdi. İmmunizator vaksinlər isə vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alırdı. Ki, məsəl üçün, COVID-də, məsəl üçün, vaksin olurdu, deyək ki, vaksinləşmə yolu ilə, bəli, həmin bu yayılmış məsəl üçün virusun qarşısını almaq üçün istifadə edilirdi. Həkimlər zərərsizləşdirir, vaksinləşdirmə isə yoluxmanın qarşısını almış olurdu. Bu da belə. Məncə proqramları öyrənmək daha rahat olar. Müfəttişlərdə Adinf idi. Burada Avist, Avira, Avast, Antivirus, Adinf idi. Doktordan olanlar idi. Panda, Nodotski idi. Burada da ki dedi ki monitor olan idi. Nə idi? Antiviral Toolkit Pro monitor, burada isə skaner idi. Həkim skan edirdi, MRT çəkirdi. Bir də bizdə qaldı detektorlar. Detektorlar nədir? Detektorlar əməli yaddaş ilə xarici yaddaş qrupları arasında yalnız onlara məlum olan virusların axtarışını təmin edirdi. Həmin bu onları axtarıb tapırdı. Bu detektivlərdir. Detektiv axtarıb tapır da. Nə ilə? Təbii ki, kompüterdə əsas nədir? Detektiv onu elə bil ki, axtarıb tapacaq. Əməli yaddaşçı xarici qruplar arasında olan, məlum olan virusları axtarıb tapmış olacaq. Məncə yadda qalar, yəni müxtəlif şeylərlə, qeydlərlə aparanda yadda qalır. Deməli, biz bu viruslar haqqında danışdıq. Geri qaydırıq. Deməli, viruslardan əvvəl hara gəldik? Antiviruslar, viruslar haqqında danışdıq. Bizdə utilitlər var idi. Utilitlər nədir? Servis proqram təminatına aid idi. Deməli, utilitlər qeyd edirik ki, disk və yaxud da faylda müəyyən bir xidmətə əsaslanır. Verilənlərin emalı olsun, müəyyən bir əməliyyatları yerinə yetirmək üçün istifadə edilir. Yəni, xidməti proqramlardır, servis proqramlardır, xidməti proqramlardır. Dediyi nə üçün? Disk və yaxud da fayllarda müəyyən bir xidməti əməliyyatları yerinə yetirmiş olur. Deməli, bu utilitlərin əsas xarakteristikası kimi qəbula düşmüş bir sual idi. Utilitlər hansı funksionallığı yerinə yetirir? Hansı properties, yəni xüsusiyyətləri vardır? Utilitlər təbii ki, şəbəkəyə xidmət edəcək. Sonra nə edəcək? İnformasiyanın bayaqda dediyi mühafizəsini təmin etmiş olacaq. Sonra nə dedik? Arxivləşdirmə. Arxivləşdirmə yaradır, yer açır. Servislər üçün yer açacaq, qeyd etdik. Sonra nə edir? Formatlaşdırma, defragmentasiya burada gəlirdi. Elə onları burada qeyd edəcəyik. Deməli, informasiyanı mühafizə edirdi, nasazlıq olanda aradan qaldırmış olurdu, arxivləşməni həyata keçirirdi, bir də şəbəkəyə xidmət və mühafizə etmiş olurdu. Burada dedik ki, defragmentasiyanı, diskin sıxılmasını, lazımsızları silinməsində artıq bizdə standart assosiasiya yaranmış olurdu. Standart assosiasiya qəbula düşür. Standart assosiasiyanın pəncərəsinə nələr aid idi? System Toolsa. System Toolsa deməli qəbula, bunu kitabda da görmüşdük, nələr aid idi? Disk Cleanup. Disk Cleanup adından da göründüyü kimi nə edəcək? Disk Cleanup diski təmizləyəcək. Ən rahatları budur. Elə oradan başlayıram. Sonra sistem informasiya var.
Disk cleanup diski təmizləyir. System information adından da göründüyü kimi sistem haqqında məlumat verəcək. Bunlar utilitlərə aiddir. Utilitlər haqqında danışırdıq. Utilitlər qeyd etdik ki, kompüterdə müəyyən servisi, xidməti, prosesləri yerinə yetirmiş olurdu. Ümumiyyətlə hansı utilitlər var idi? Qeyd etdim ki, disk cleanup var idi. Disk cleanup qeyd etdik ki, diski lazımsız fayllardan, sənədlərdən təmizləmək üçün istifadə edilirdi. Bəs bunları məsəl üçün burada yazıb axtara bilərəm. Disk cleanup deyirəm. Fikir verirsə gəldi, çıxdı buradan. Disk cleanup-a buradan keçid etmək olar. Dedik ki, diskdəki olan lazımsız hissələrdən təmizləmək üçün istifadə edilir. Sonra system tool var idi. Ən rahatı budur. System information daha doğrusu. System information sistem haqqında informasiya vermiş olacaq. Utilitlərdən ikinci bir növüydü. Bunu əslində task shelter. Task shelter şəkildən də göründüyü kimi burada vaxtla bağlı budilnik rolunu oynamış olur task shelter. Daha sonra hansı utiliti qeyd edə bilərik? Ən çox məsəl üçün utilitlərlə bağlı uyğunluq olaraq qəbula sual düşür. Növbəti məsəl üçün var bizdə formatlaşdırma faylları. Daha doğrusu nələri qeyd etdik? Disk system information, disk cleanup, disk defragmentasiya var. Disk defragmentasiya isə defragmentlaşdırma, yəni diskin optimallaşdırılması üçün istifadə edilir. İnformasiyada diskdəki informasiyanı daha optimal vəziyyətə gətirmək üçün istifadə edilmiş olacaq. Deməli, daha sonra nə qaldı? Drive space var. Drive space informasiya tutumunu artırmaq üçün istifadə edilir. Yəni bu drive space sıxır, belə yadda saxlayın. İnformasiyanı sıxır, arxivləşdirir, informasiya tutumunu artırmaq üçün istifadə edilmiş olacaq. Scan disk var. Disk və yaxud da disketlərdəki səhvləri tapıb aradan qaldırmaq üçün istifadə edilir. Deməli, scan diskdir, daha doğrusu scan diskdir, disk cleanup'dır, bir də drive space'dir. Bunları qarışdırmırıq. Disk cleanup dedik ki, lazımsız hissələrdən təmizləyirdi diski. Sonra scan disk scan edir. Nə edirdi? Dedik, yoxluyur, disk və disketlərdəki səhvləri tapır, scan edir, yoxluyur və aradan qaldırmış olurdu. Bir də daha doğrusu bir də drive space var idi ki, drive space artıq diskdəki informasiya tutumunu elə bil ki, informasiya tutumunu sıxırdı, arxivləşdirirdi, informasiya tutumunu artırmaq üçün istifadə edilmiş olurdu. Bizdə bir dənə bizdə nə qaldı? Formatlaşdırma faylları var. Formatlaşdırma faylları isə diskdəki məlumatları formatlaşdırmaq nədir? Redaktə etmək kimi belə başa düşə bilərik də. Formatlaşdırma faylları isə diskdəki lazımsız faylları silmək üçün istifadə edilmiş olacaqdır. Bizdə bir dənə qaldı backup hissəsi. Backup hissəsi isə informasiya ehtiyat sürətini yaradır. Yəni proqramda informasiyanın ehtiyat sürətinin olub-olmamasını yoxlayır və məlumatı başqa xarici yaddaşa, elə bil ki, informasiyanın backup nəyidir? Ehtiyat sürəti yaradır və başqa xarici yaddaşa informasiyanı köçürmüş olacaq. Bir də təkrar edək, hansı utilitlərimiz var idi? Task shelter, system information, dedik, sistem haqqında məlumat vermiş olurdu. Sonra faylların formatlaşdırma faylları idi. Disk cleanup idi, scan disk idi. Sonra task shelter qeyd etdik, drive space idi, defragmentasiya, bir də backup idi ki, dedik ki, həmin bu sistem haqqında müəyyən tənzimləmələri aparmaq üçün utilitlərin propertiyasına bunlar aid edilmiş olurdu. Verilənlərin sıxılması, arxivləşdirilməsi qeyd etdim. Verilənlərin arxivləşdirilməsi nə idi? Fayl və yaxud da qovluqlarda elə bil ki, sıxışdırırdıq informasiya üçün yer açırdıq. Yəni, müəyyən bir yer açmış olurduq. Burada arxivləşdirməni qeyd etmişkən, arxivləşdirmə fayllarının müəyyən bir genişlənmələri var idi ki, mən burada qələmimi aktiv edirəm. Arxiv faylları dedikdə hansı fayllar nəzərdə tutulur? Məsəl üçün, bizdən soruşsa hansı arxiv faylıdır? Variantlardan nə axtaracağıq? Deməli, zip sözü, mütləq şəkildə zip sözü olur arxiv fayllarında. Daha sonra, arxiv fayllarından ən məşhurları win sözü. Zipdir, windir, mütləq şəkildə arxiv faylları olur. Daha sonra tardır, jobdır, sonra buradan qeyd edirəm. Deməli, tardır, jobdır, sonra rar var, rarı qeyd edirəm, arj var. Bunlar bizdə, bir də biri də var ki, qəbula düşür, SKF. SKF ki, bunlar bizdə arxiv fayllarıdır. Məncə pzip də, pinzip bu formalarda düşür. Artıq bilirik ki, mən artıq zipdir, bin sözlərini gördümsə, bu arada archiv sözlərində görürüksə, bunlar arxiv fayllarının genişlənməsi olacaqdır. Bir də bizdə hamsterlar var. Hamsterlar da, deməli, arxiv fayllarının genişlənməsinə aid edilmiş olacaq. Deməli, indi mən burada arxiv fayllarının, bir də hamsterı qeyd etdim.
Deməli, indi məndən arxiv fayllarını soruşsa, genişlənmə olaraq zipdir, windir, tar, arch, job, tardır, qeyd etdim, SKF, arxiv olduğuna görə buradan yadda saxlaya bilərsiniz. Bir də hamsterdir ki, bunu yadda saxlayırıq. Belə. Bu oldu bizdə arxiv fayllarının genişlənməsi. Arxiv fayllarını qeyd edəndən sonra burada fikir verirsinizsə, biz servis proqramlarından antivirusları, utilitləri qeyd etdik, driverlər gəlir. Driverlər haqqında qəbula çox sual düşür. Driverlər kompüterə qoşulan qurğular arasında əlaqələr yaradan proqram olur. Həmçinin də deyir ki, əməliyyat sistemləri ilə xarici qurğular arasında əlaqə yaradan proqram soruşa bilər, nöqtələr şəklində verir. Doğru cavab olaraq biz variant olaraq deməli driverləri seçmiş oluruq. Bu arada deyir ki, xarici qurğular ilə əməliyyat sistemləri arasında əlaqə yaradan mikrosxemi soruşanda kontrollerdir. İdarə edən, daha doğrusu kontrol edən, belə yadda saxlaya bilərsiniz. Proqram soruşsa isə bizdə driverlərdir. Deməli, daha sonra burada deyəsən yekunlaşır. Mən indi bura gəlmişkən qeyd edim ki, ilk əvvəl qeyd etdik ki, deməli, proqram təminatı 3 yerə bölünürdü. Sistem proqram təminatı, instrumental proqram təminatı, tətbiqi proqram təminatı. Biz sistem proqram təminatı haqqında danışdıq. Sistem proqram təminatı nə idi dedik? Kompüter arasında və istifadəçi arasında interfeysini, əlaqəni təmin etmiş olurdu. Gəlir növbəti tətbiqi proqram təminatı. Tətbiqi proqram təminatı isə konkret bir məsələnin həllinə yönəlmişdi. İstifadəçinin işini asanlaşdırmaq üçün istifadə edilir. Ümumiyyətlə, tətbiqi proqram təminatı ümumi təyinatlı, üsul yönümlü, problem yönümlü, bir də qlobal kompüter şəbəkələrinə bölünür. Ümumi təyinatlı proqram təminatlarına hansılara aid edilir? Tətbiqi proqram təminatından söhbət gedir. Deməli, ümumi təyinatlı tətbiqi proqram təminatı qeyd etdik ki, istifadəçinin işini asanlaşdırmaq üçün istifadə edilir ki, mən burada məsəl üçün qeyd edəcəm, qələmim burada yoxdur, bircə dəqiqə. Mən burada qələmimi aktiv edirəm. Bir də bu da elə bir qəbul sualıdır ki, hansı rejimdə Ctrl-P düyməsini vuranda printə getmirdi, nümayiş rejimindədir ki, mən Ctrl-P düyməsinə vuranda pencil, qələm aktiv olur. Deməli, indi mən burada qələmimi aktiv elədim. Fikir verirəm, ümumi təyinatlı proqramlar hansılar olacaq? Mətin tipli. Mətin tiplərə aid ediləcək hansılardır? Mətin tipli nə olacaq? Mətinlər üzərində redaktör işləri aparılmaq, mətinlərin emalı, informasiyanın emalı, orfoqrafik, orfoepik səhvlərinin düzəldilməsi. Mətin tiplilər nə olacaq? Məşhur bildiyimiz Word-dür. Bu arada mətin tipli redaktorlardan adları necə yadınızda saxlaya bilərsiniz? Write adı görəcəksiniz mətin tipli proqramlardan. Necə ki, kompüter qrafikasındakı bəzi proqramların adları müəyyən verilən kimi yadda saxlamırdıq. Burada da, məsəl üçün, mətin tipli redaktorlarda write sözüdür, word sözüdür. Daha sonra hansı adları görə bilərik? Sonra biz burada pad sözləri, notepad, wordpad, pad sözü olan mətin tipli redaktorlara aid edilir. Sonra bu biraz fərqlidir, lexion yazılır. Bu bura aiddir. Mətin tipli redaktorlara aid ediləcək. Əlavə olaraq, məsəl üçün, Word Perfect-dir, Word sözü gördümsə mətindir. She Write-dir, Write sözü görürəm, mətin tiplidir. Sonra Word Start-dir, Word sözü görürəm. Bir də Edit, Multi-Edit-dir ki, bu da mətin tipli redaktorlara aid edilmiş olacaq. Burada fərqli olan bir dənə Lexion-dur, bir də Ami Pro-dur. Ami Pro-dur, bunlar bu arada məşhurdur, yəni düşür. Mətin tipli redaktorlar dedik ki, ümumi təyinatlı idi, yəni hamı istifadə edə bilirdi. Tətbiqi proqram paketinə aid idi. Necə yadda saxlayırdıq mətin tipli redaktorları? Word sözü, Write sözü, Pad sözü, bir də Edit sözü olanlar idi. Bir dənə fərqli Lexion-dan Ami Pro ki, onları da yadda saxlamış oluruq. Daha sonra elektron cədvəllər redaktorlarıdır. Cədvəllər yaradıb onları redaktə etmək üçün istifadə edirik ki, ən məşhuru elektron cədvəl yaratmaq üçün bilirik ki, Excel proqramıdır. Excel'dən əlavə olaraq burada elektron təqdimat, daha doğrusu elektron cədvəl yaratmaq üçün istifadə edilən proqramlardan Excel'dir, Lotus çox görmüşük, Lotus 1, 2, 3'dür, Quad Pro'dur, Supercells'dir proqramları bura aid edilmiş olacaq. Daha sonra növbəti gəlir burada aid edilənlərdən, məsəl üçün təqdimat proqramları. Təqdimat proqramlarından bizim məşhur olaraq bildiyimiz PowerPoint-dir, bir də Movie Maker. Movie Maker-da həmin bu təqdimat proqramlarına aid edilmiş olacaq. Buradan qeyd edirəm, bu təqdimat proqramıdır. Əlavə olaraq tərcümə, lüğət proqramları, mühasibatlıq proqramları var ki, bunların da adlarını bilməliyik. Qrafiki redaktorlar müxtəlif əməliyyatları yerinə yetirmək üçün istifadə edilir ki, qrafika ilə bağlı olanlardır. Əslində, qrafikanı keçmişik. Məsəl üçün, CorelDRAW proqramlarını qeyd etmişdik ki, CorelDRAW idi, Adobe Illustration idi. Məsəl üçün,
kompüter qrafikasından vektor proqramlarına aid idi. Məsəl üçün rasterdan da demişdik ki, Photopaint sözləri götürürdü. Elə qrafik redaktorlara aiddir. Adobe Photoshop, Adobe Illustration, sonra Corel Draw, Paint-dir. Macromedia Freehand bu arada məşhurdur ki, bunu da yadımızda saxlayırıq. Qrafiki redaktorlara aid edilmiş olur. Sonra qeyd etdim, nəşriyyat sistemləri var. Nəşriyyat sistemləridir ki, həmin bu tətbiqi proqram paketlərinə aid edilir, ümumi təyinatlıdır. Nəşriyyat sistemlərindən də Movie Maker təqdimatı idi. Burada isə Adobe PageMaker-dır. Sonra nə var idi? Quar Express də bura aid edilmiş olur. Mühasibatlıq proqramlarından bildiyimiz Brace var. Brace-dir, Günəşdir, Uyumdur, Smartdır, Logodur proqramlarını bura aid etmiş oluruq. Verilənlər bazasını məncə artıq verilənlər bazası aksesi keçmişik ki, bura aiddir verilənlər bazasının idarə edilmə sistemləri. Yəni burada verilənlərin bir-birlərini əlaqələnməsidir, daxil edilməsi, silinməsi proseslərini həyata keçirirdik ki, ən məşhur aksesdir. Sonra hansılar düşür? Məsələn, FF, Foxpace, Foxpro. Sonra necə yadda saxlaya bilərsiniz? SQL ilə olanlar. MSQL, SQL, MySQL belə yadda saxlaya bilərsiniz. FF dedim, bir də PP var. Progress, Paradoxdur. Bir də nə var idi? MS Access ən məşhur. MS Access'dir, ən məşhur proqramlardan biridir verilənlər bazasının. Daha sonra qeyd edirik, lüğət və tərcümə proqramlar var. Bunları necə yadda saxlayacaqsınız? Deməli, lüğət proqramlarına nələr aiddir? Çox dil bilən insana nə deyirlər? Polyglot deyirlər də. Deməli, lüğət proqramına aid edilir polyglot. Deməli, lüğət proqramlarından polyglot proqramıdır. Daha sonra, məsəl üçün, çox dil bilən xaricə gedir də. Cambridge aiddir bura. Yəni, bilmirəm necə intuisiya qura bilərsiniz lüğət proqramlarına. Deməli, Cambridge'dir. Sonra polyglot dediyi çox dil bilən idi. Sonra necə yadda saxlamaq olar? Cambridge-ə gedən bir gedir, Oxford'a da baş çəkir. Oxford'un xəbəri yoxdur. X hərfini də elə yazdım ki. Deməli, dedik ki, lüğət proqramlarına polyglotdur, Cambridge'dir, Oxford'dur. Daha sonra çox qəribə görsənir bu arada. Bu niyə belə nazik yazır həqiqətən? Bir dənə buradan çıxım. Mən burada normal qələmimi aktiv edeyim, onunla izah edək. Çünki belə dəhşətdir burada vəziyyət. Deməli, gəlirik More Account bölməsindən, Options'dan yadımızda qalıbsa. Deməli, gedirdik. Bizim burada bütün, deməli, Customize Ribbon bölməsindən gəlirdik, Drop bölməsini aktiv edirdik. Gəldik, aktiv elədik. İndi qələmimizi aktiv edə bilərik. İndi rahat yazırıq, bəli yazırıq. Buradan qələmimizin rəngini dəyişirik. Aha, deməli, qeyd etdim ki, mən indi nümayişə getsəm, yazdıqlarım da silindi. Hər dəfə də belə getməli. Deməli, lüğət proqramlarını dedim ki, çox dil bilən insana nə deyirdik? Polyglot deyirdik biz. Deməli, indi gəlib burada qeyd edirəm. Lüğət proqramlarından qeyd etdik ki, polyglot qeyd etmişdik. Aha, buradan qeyd edirəm, polyglot. Polyglot qeyd etdik. Daha sonra dedim ki, çox dil bilir lüğət proqramlarından Cambridge-ə getdi, Oxford'a getdi. Polyglotdur, Cambridge'dir, Oxford'dur. Sonra burada ABB Linguo'dur. ABB Linguo'dur. Bura aid edilmiş olur. Bir də Style var. Style. Məncə lüğət proqramlarını bilsəz, artıq avtomatik olaraq tərcümə proqramlarını da uyğunlaşdırmaq olur. Deməli, lüğət dedik, polyglot çox dil bilən idi. Oxford, Cambridge, ABB Linguo, Style bura aid edilmiş olur. Bir də növbəti tərcümə proqramları var. Tərcümə proqramları isə artıq tərcümə üçün Translate-dən istifadə edirik. Sonra tərcümə üçün Babylon'dur, Socrate'dır, Intelsoft'dur, Prompt və Dilmank proqramları. Əslində Dilmankla Translate-i tərcümə olaraq bilirsiniz. Promptdur, Intelsoft'dur, Socrate və Babylon'dur ki, tərcümə proqramlarına aid edilmiş olacaq. Əlavə olaraq nələri qeyd etdik? Mətndir, elektrondur, qrafikidir, nəşriyyatdır, təqdimat, tərcümə, lüğəti dedik. Mühasibatlığı dedik, VBS dedik. Sonra nə qaldı bizdə? Sonra gəlir bizdə inteqrallaşmış paketlər. İnteqrallaşmış paketlər isə burada Outlook'dur, Visio'dur, sonra Access'dir, PowerPoint'in proqram paketinə daxil edilən ümumi proqramları aid etmiş oluruq. Deməli, bura əlavə olaraq avtomatlaşdırılmış layihələndirmə sistemləri, yəni CAD. Buradan konkret olaraq CAD demək olar ki, harda avtomatlaşdırılmış layihələndirmə sistemləri CAD-lar müəyyən bir mimarlıq sahələrində istifadə edilmiş olur. Burada məsəl üçün AutoCAD, CAD-la bitənlər artıq avtomatlaşdırılmış layihələndirmə sistemlərinə aid edilir. OrCAD, AutoCAD, MathCAD-dır, OrCAD-dır. Elə burada avtomatlaşdırılmış layihələndirmə sistemlərinə aid edilmiş olacaq. Mən dedim ki, tətbiqi proqram təminatı bölünürdü. Ümumi təyinatlı, üsul yönümlü, problem yönümlü, bir də qlobal kompüter şəbəkələrinə. Ümumi təyinatlı haqqında danışırdıq. İndi növbəti gəlir üsul yönümlü. Üsul yönümlü tətbiqi proqram paketi haqqında danışsaq, deyə bilərik ki,
Bu müəyyən riyazi iqtisadi məsələləri həll etmək üçün istifadə edilir. MATLAB, MATCAP, matematik əslində bir növ mən məsəl üçün riyazi sahədə MATLAB proqramını keçmişəm. MATLAB-dır, matematikadır, MATLAB-dır. Sonra nə var? Statistika, riyaziyyatla bağlıdır. Simplex kimi proqramları bura aid etmək olur. Daha sonra dediyim problem yönümlüdür. Bu da konkret olaraq hər hansısa bir sahədə bir məsələni həll etmək üçün istifadə edilmiş olacaqdır. Sənaye olsun, zavodlarda istifadə edilə bilər. Bir də növbəti dedik ki, qlobal kompüter şəbəkələri idi. Qlobal kompüter şəbəkələri isə bu şəbəkə üzərində şəbəkəyə resursu çıxışı təmin etmək üçün istifadə edilmiş olacaqdır. Əlavə olaraq bura aid edilir internet brauzerləri. Hansı brauzerləri tanıyırıq? Elə Google Chrome görürəm. Opera'dır, Mozilla'dır, Safari'dir, Internet Explorer'dır, Microsoft Edge'dir. Bu kimi deməli biz nələri tanıyırıq? İnternet brauzerlərini tanımış oluruq. Bir də əlavə olaraq elektron poçt proqramları var. Poçt proqramlarından biz Gmail-i bilirik, Outlook-u bilirik. İndi Outlook-u bilirəmsə, Outlook Express var. Bunları bildik, cəbdət. Bir dənə elektron poçtdan Eudora var. Onu da yadımızda saxlayırıq. Bu arada düşür. Yəni, məsəl üçün, fərqli olanları salırlar. Ozda elektron poçtda Outlook-la Gmail-i bilməyən yoxdur məncə. Eudora-dır ki, bu proqram haqqında məlumatımız olsun. Məsəl üçün, bunun adını hətta eşitməyənlər də var. Bu da belə. Tətbiqi proqram paketi haqqında, həmçinin sistem proqram təminatı haqqında danışdıq. Bizim növbəti gəlir instrumental proqram təminatı. İnstrumental proqram təminatı dedik ki, sistem və tətbiqi proqram təminatlarını həmin bu ikisini yaratmaq üçün instrumental proqram təminatından istifadə edilirdi. Ki, instrumental proqram təminatı özü 3 hissəyə bölünür. Proqramlaşdırma dilləri sistemləri, proqramlaşdırmanın inteqrallaşmış mühiti, bir də proqramlaşdırma kompleksi. Bu arada burada da bir qəbul sualı çıxır ortaya. Deməli, proqram yazılır. Proqramlar yazılarkən İlk olaraq, məsəl üçün, proqram insan dilində yazılır. Normal olaraq insan dilində, sadə yazılan proqram. Həmin o insanın dilinə yaxın olan dildə yazılmış proqram soruşa bilər, hansıdır? İlkin proqram olacaq. Deməli, insan dilinə yaxın dildə yazılmış proqram olacaq bizdə nə? İlkin proqram adlanmış olacaqdır. Daha sonra isə kompüter bu həmin insanın yazdığı dildə olan proqramı başa düşmür. Biz kompüterdə proqramlar yazırıq da, proqramlaşdırmada. Həmin bu ilkin dili rəqəmsal dildə başa düşməlidir. Çünki demişdik ya, kompüter verilənləri 0 və 1-lər şəklində daxil edilir. Ona görə də biz ilkin proqramı kompüterin başa düşəcəyi maşın dilinə çevirməliyik. İlkin proqramları kompüterin başa düşəcəyi dildə maşın dilinə çevirmək üçün translyatordan istifadə edilir. 2025-in qəbul sualıdır. Deməli, ilkin proqramı translyator. Translyator qeyd etdim. İlkin proqramı maşın dilinə translə edir də çevirir. Belə deyək. Deməli, ilkin proqramı maşın dilinə çevirmək üçün, indi maşınla əlaqəli bəlkə də nəsə necə yadda saxlaya bilərsiniz translyatorları, insan dilinə, maşın dilinə çevirmək üçün translyatorlardan istifadə edilir. Bu arada translyator özü 2 yerə bölünür. Interpretator, bir də kompilator. Bu nə deməkdir? Deməli, mən dedim ki, maşın dilinə çevrilmiş proqram özü. Maşın dilinə çevirdimsə proqramı artıq mən translyator vasitəsilə. Bu bizdə adlanır artıq işçi proqramlar. Bu arada kompüterə quraşdırılmış proqram, bu da bir qəbul sualıdır. Setup exe genişlənməsinə malik olacaq. Kompüterə artıq proqramı quraşdırdığım zaman həmin bu genişlənməyə malik olmuş olur. Daha sonra interpretator və kompilator qeyd etdik. Dedik ki, insan dilində maşın dilinə çevrilirdi. Əgər insan dilində olan kodları maşın dilinə bir-bir çevrilirsə, bu interpretatordur. Interpretator. Inter olanda. Amma belə desəm, ilkin proqramı bütövlükdə, bütöv komple deyək, kompilator komple, bütöv çevirir. Belə yadda saxlaya bilərsiniz. Deməli, interpretator bir də kompilator var idi ki, dedik ki, insan dilində yaxın olan, deməli, insan dilinə yaxın olan proqramı kompüter, daha doğrusu maşın dilinə çevirmək üçün, tək-tək çevirmək üçün interpretatordan, ümumi bütöv komple şəkildə çevirmək üçün kompilatordan istifadə edilmiş olacaqdır. Burada proqramlaşdırma dillərindən danışırdıq. Proqramlaşdırma dilləri 2 yerə bölünür. Aşağı səviyyəli var, yüksək səviyyəli var. Bu sual qəbul sualıdır. Yenə deyirəm, qəbul suallarından biridir ki, aşağı səviyyəli proqramlaşdırma dilini görsədin deyir. Aşağı səviyyələr, yəni maşın yönümlü olur, aşağı səviyyəli. Aşağı səviyyələrdən 2 dənədir. Bunu yadda saxlamaq, aşağıdırsa AA-dır, yadda saxlayın. Assembler olacaq, assembler, bir də AutoCAD. Assembler və AutoCAD aşağı səviyyəli. AutoCAD. Assembler və AutoCAD aşağı səviyyəli bizdə proqramlaşdırma olacaq. Bir də yüksək səviyyəli var ki, istifadəçilərin, proqramçıların istifadə etdiyi proqramlardır. C, C Sharp, yəni C deyirəm, S yazılır. C Sharp, yəni belə yazılır. C Sharp, bu işarə. Sonra C++, yəni S hərfi, plus. Python'dur, Fortran'dur, AltGol'dur,
Scale, Ruby, Pascal, Visual Basic, Prolog, Java, JavaScript, Java yazılır, JavaScript. Bu formada bizdə deməli proqramlaşdırma dillərindən istifadə edilmiş olacaq. Deməli proqramlaşdırma dilləri, sistemləri haqqında danışdıq. Proqramlaşdırmanın inteqrallaşmış mühiti, yəni proqramların yazıldığı mühit bizdə ID adlanır. Proqramların yazıldığı bu mühit ID adlanmış olacaqdır. Daha doğrusu proqramlaşdırma mühiti. Proqramlaşdırmanın inteqrallaşmış mühiti də var. Burada isə müxtəlif cür proqramlardan istifadə edilir ki, artıq burada məsəl üçün Pascal demirdim bayaqları. Burada Turbo Pascal, Pascal ABC kimi proqramları götürmək olar. Bu da belə. Deməli, instrumental proqram təminatı haqqında da danışdıq. Deməli, qeyd etdik ki, proqram təminatı nə idi? Kompüterə qoşulmuş bütün proqramlar toplusu bizdə proqram təminatı idi. Dedik, 3 yerə bölünürdü. Sistem, tətbiqi, instrumental. Ki, bunlar haqqında da danışdıq. Ümumi nəyi bilməliyik? Belə qısaca deyim. Deməli, proqram təminatının özü nədir? Tərifi nədir? Proqram təminatı 3 yerə bölündü. Bu üçünün məğzi nədir? Sistem proqram təminatı nədir, nə işi görür? Tətbiqi proqram təminatı nədir, nə işi görür və yaxud da instrumental. Və bunların daxilində nələr var? Məsəl üçün, sistem proqram təminatı dedim ki, bölünür. Bəli, bazanın özü nədir? Servisin özü nədir? Və bunlara daxil olanlar nədir? Və hansı mahiyyəti yerinə yetirilir? Hər biri nəyə bölünür? Bu tipli düşür. İndi növbəti videoda qəbula düşmüş sualların izahına baxacağıq. Yəni bu formada. Əsas proqramların adlarına düşür və yaxud da açıq sual olaraq deyir ki, baza proqram təminatına aid olanları seçin. Tətbiqiyə aid olanları seçin. Daha sonra deyir, hansıları məsəl üçün proqram təminatında sistem proqram təminatına aiddir və yaxud da virusları görsət. Bu kimi viruslar hansı, məsəl üçün yaşayış mühitinə görə hansı yerlərə bölünür? Bu tip suallar düşür. Belə. Deməli, bununla da biz kompüterin proqram təminatından olan mövzunun izahına baxmış olduq. İnşallah gələn videoda həmin bu proqram təminatı ilə bağlı qəbula düşmüş sualların izahına baxmış olacağıq. Ümid edirəm ki, video izahı hər biriniz üçün faydalı olmuşdur. İnşallah gələn dərslərdə, gələn video dərslərdə görüşənədək hər birinizə uğurlar əziz tələbələr.